Verilmiş rəqəmlər arasındakı əlaqəni tapmalıyıq və ona görə 765 ədədinə uyğun gələn ədəd tapılmalıdır. Deməli, adətən bu tip suallarda biz birinci rəqəmlər cəminə, hasilinə, sonra alınmasa 2-2 cəminə, hasilinə və ya fərqinə baxırıq. Burada asan olaraq görmək olar ki, rəqəmlərin cəmi, soldakı rəqəmlərin cəmi sağdakı ədədə bərabərdir. 3 + 2 + 4, 9-a bərabərdir birinci sətirdə. İkinci sətirdə yoxlasaq, 1 + 5 + 8, 6 + 8, 14-ə bərabərdir. Üçüncü sətri yoxlasaq, 4 + 0 + 9 bərabərdir 13 alınır. Deməli, düz tapmışıq. Sonuncunu yoxlayaq. 7 + 6, 13 + 5 bərabərdir 18 alınır. Doğru cavab B bəndi 18. Soldakı sözlərdən hərflər seçilməkdə sağda 3 hərf yazılıb. Qanuna uyğunu tapmalıyıq. Deməli, birinci sətirdə sağda seçilən C hərfi ancaq bir sözdə var. Bu üçüncü sözün birinci hərfidir. U hərfində eyni şəkildə burada olduğunu görürük. Sanki üçüncü sözün birinci hərfi yazılmalıdır. Onda M ilə başlamalıdır. İkinci hərf A və D-dir. Bu da ikinci sözün orta hərfləridir. A, D, sonuncuya düşür buradan da A. Sonuncu hərf isə sağdakı R-A. R-A da bu birinci sözün sonuncu hərfləridir. Onda aşağıda R hərfi yazılmalıdır. Olduğu cavab M-A-R, C bəndi. Verilmiş ədədlər arasında əlaqəni tapmalıyıq və bu əlaqəyə görə K və N-i tapıb onların da cəmini tapmalıyıq. Burada çox rahat görünür ki, birinci ədədi 4-ə vuranda ikincisi alınır. Bu hər bir sətirdə ödənir. Onda K bərabərdir 4 vur 4, 16 olur. İkincidə isə 8-dən 13 tapmaq üçün, almaq üçün üzərinə 5 gəlinib. 12-də də həmçinin 5 gəlinir, 17 alınır. Növbətdə də 5 gəlinir. Bizdə də 16 + 5 olmalıdır. N bərabərdir 16 + 5 bərabərdir 21. Və K + N cəmini tapmalıyıq. 16 + 21 bərabərdir 7, 3, 37. Cavab D bəndi 37. Sol üstündəki sözlər sağdakı ədədlərə uyğundur. Belə ki, hər bir hərf bir rəqəmə uyğun olmalıdır. Ancaq burada sətirlərə görə bu uyğunluq pozula bilər. Məsələn, birinci sözə qarşısına yazılan ədəd ona uyğun olmaya bilər. Bunu birinci tapırıq, müəyyənləşdiririk. Deməli, ilk hərflərə baxaq. Fərqi yoxdur, bu son hərflərə də baxmaq olar. İlk hərflərdən 2 dənə R var, 3 dənə isə M. Sağdakı ədədlərdə isə 2 dənə 2 var, 3 dənə isə 1. Deməli, M olmalıdır 1, R olmalıdır 2. Eyni qayda sondakı hərflərə baxsaq, Y-ni, Y-ni, Y. 3 dənə Y var, sağda isə burada sonda 3 dənə 3 var. Deməli, Y hərfi 3 dənə əvəz olunmalıdır, N hərfi isə 4 dənə əvəz olunmalıdır. Bəndləri yoxlayaq, bütün hərfləri tapmaq olar, ehtiyac olsa taparıq. Deməli, bizdə M ilə başlamalıdır, M 1-dir. Ona görə C bəndini və D bəndini silirik. İ hərfini tapmamışıq hələ ki, R-ni tapmışıq. R 2-dir, üçüncü hərfi 2 olmalıdır. Həm A-da, həm B-də ödənir. 2-lər ödənir burada. A hərfini tapmamışıq, Y-ni tapmışıq. Y isə bizdə olub 3. 3 də bitməlidir. Cavab olur B bəndi. Ədədlər ardıcıllığı verilib, qanuna uyğunluğu tapaq. Deməli, birinci toplamaya baxaq, alınmasa vurmaya və qarşılıq formalara baxarıq. Burada birinci 3 üstə gəlinib, burada isə 6 gəlinib, sonra 9. Üstə gəlinənlər 3-3 artır. Yoxlayaq, üstə gəl 12, sonra 15 olmalıdır, ödəndi. Növbəti 18 olmalıdır, düzdür və 21 toplananda 86 alınıb. Deməli, 86-nın üzərinə biz gəlməliyik 21 üstə gəl 3-ü. 86 üstə gəlinsin 24, 0, o da 11. Cavab olur 110 A bəndi. Verilmiş ədədlər arasında əlaqəni tapmalıyıq. 8 və 2-dən 30 almaq üçün ya hasil ya cəminə baxırıq. Hasildə 16 alınır. 30-a uyğun gəlmir, amma cəmində 3-ə vursaq 30 alınır. Bərabərdir 10-dur. Onu da 3-ə vursaq 30 alınır. Bunu digər ədədlərdən də görmək olar, çünki 3-ə bölünürlər. 1 üstə gəl 7, 8-ə bərabərdir. 8 vur 3 də 24-dür. 12 üstə gəl 9, 21-ə bərabərdir. 21 vur 3 də 63 alınır. 63-ə bərabərdir. Deməli, 5 üstə gəl 11-i tapırıq. Bərabərdir 16. 16 vur 3 bərabərdir 48 tapırıq. Cavab B bəndi 48. 4, 5 və 2, 3 ədədlərinə uyğun olaraq yuxarıdakı əməllər tətbiq olunmalıdır. Deməli, 4 ilə 5-in arasındakı bu işarə yuxarıdakı 3-cü sətirdəki bu işarəyə bərabərdir və
Burada alınmalıdır cavab A üstəgəl B. Yəni 4 üstəgəlsin 5. O da 9-a bərabərdir. İkinci mötərizə daxilindəki işarə birinci sətirdəkidir. Sanki A'mız 2-dir. Yəni 3 vur 2. Üstə gəlinsin. B'miz də 3-dür. Olur 2 vur 3. Yəni biz A'ya 2-ni qoyduq. B'yə də 3-ü qoyduq. Yox, birinci sətirdəki işarədə. O da bərabərdir. 6 üstəgəl 6, 12 olur. Ən son biz tapmalıyıq. Deməli, 9, bu yumru işarə və 12. O da bərabərdir 4A çıxılsın B. Bizdə A 9-dur. Yəni 4 vurulsun 9, çıxılsın 12. Bərabərdir 36, çıxılsın 12-yə. Bərabər olur 24-ə. Cavab A bəndi 24. Bu tip suallarda ya ardıcıllıqla tapmalıyıq sual işarəsinə uyğun olan ədədi və ya qarşı-qarşıya olan ədədlərə görə. Burada qarşı-qarşıya sanki çox əlaqəsizdir. 20 ilə 42 və ya 12 ilə 61. Kiçik ona daha böyükdür. Bunların cəmlər də uyğun gəlmir. Ardıcılıqla baxsaq, deməli, birinci artır, sonra azalır, sonra artır və artma azalmada bir qanun uyğunluq yoxdur. Bu cürdə ödəmir. Hər bir ədədin rəqəmləri hasilinə və ya cəminə baxaq. Hasildə 2 dənə 0 ardıcıl alındığına görə qanun uyğunluq yoxdur. Amma cəmində bir qanun uyğunluq var. 1, 2, 3, 4. Rəqəmlər cəminə baxırıq. 5, 6, 7 və rəqəmlər cəmi ya 8 ya 0 olmalıdır ki, birdən əvvəl də ola bilərdi. Rəqəmlər cəmi 0 olan yoxdur. 8, 10 axtarırıq. 2, 4, 6 edir rəqəmlər cəmi. Burada 8-dir, burada 10, burada 9. Bizdə 8 olmalıdır. Cavab B bəndi. Cədvəldə verilmiş ədədlər arasında əlaqəni tapmalıyıq. Sağdakı 3 ədəddən, rəqəmdən soldakı ədəd almaq lazımdır. Burada çox rahatla görünür ki, bu sətirdə 5 vur 1 vur 3 15-ə bərabərdir. Və o birincidə də ödənir. Görə bilirik. 2 vur 3 vur 4 24-də bərabərdir. 8 vur 2 vur 2 bərabərdir 32. Biz tapmalıyıq. 9 vur 4 vurulsun 3-ü. O da bərabərdir 36 vurulsun 3 alınır 108. Cavab D bəndi 108. Sözlər və ədədlər arasındakı əlaqəni tapmalıyıq. Bu tip suallarda sözlərdəki hərflərin sayına görə və ya sait və samitlərin sayına görə tapılır. Burada ədədlərə baxanda görürük ki, bunlar kvadratlardır. 7-nin kvadratıdır, 5-in kvadratıdır, 4-ün kvadratıdır. Deməli, Quba sözündə 4 hərf var. Kvadratın yazılımları yuxarıda 16. Qazaxda 5 hərf var. Kvadrat olub 25. Qarabağda 7. Qaxda da 3 hərf var. 3-ün kvadratını tapmalıdır. 3-ün kvadratı bərabərdir 3 vur 3. O da olur 9. Cavab C bəndi 9.